Salam əziz izləyicilər, bugün sizə hər kəsin sevimlisi kartof pürəsi və bud qızartması təqdim edəcəm. Öncə budun üzərinə kəsiklər atırıq. Bu onun üçündür ki, ədvalar budun içərisinə daha yaxşı daxil olsun və yemək dadlı olsun. Öncə hər tərəfinə duzu səpirik, altı üst olmaqla. Ədvalar sizin istəyinizdən asılı olaraq istənilən ədvadan istifadə edə bilərsiniz. Mən duz, sarı kök və paprikadan istifadə edirəm və gördüyünüz sıra ilə tökürəm. Paprika şirin biber tozudur bildiyiniz kimi və belə daha ləzzətli olur. Daha sonra belə masaj edərək içərisinə yedizdirirəm ki, daxilinə də dadı keçsin və zeytun yağı əlavə edib toyuqları bu formada düzürəm, qoyuram orta ateşdə bişməyə. Çünki belə olanda içərisi də rahat bişir. Daha sonra isə pürenin hazırlanmasına keçirəm. Bunun üçün kartofları soyub istifadə edirəm mən. Həmçinin də soğanı da kartoflarla bir yerdə soyuram ki, bu proses burada yekunlaşsın ki, daha sonra soymaq prosesinə gəlməyim. Soyduqdan sonra isə kartofları hissələrə bölüb gördüyünüz kimi qazana töküb içərisinə su əlavə edib girodda bişməyə qoyuram. Həmin vaxtda isə paralel olaraq toyuğun bişən hissəsini çevirirəm digər üzünə və yenidən qoyuram orta ateşdə bişməyə. Həmin vaxtda soğanları xırda kubiklər şəklində doğrayıram və daha sonradan daha xırda şəkillərə bölürəm, qoyuram püreni qarışdıracağım qazana ki, burada bişsin. Həmin ərəfədə bişən kartofu yenidən əzməyə çalışıram və budur, axır ki əzirəm. Daha sonra isə biraz bişən soğan üzərinə duz və sarı kök əlavə edib yenidən qoyuram qızarsın. Qızardıqdan sonra püreni, kartofu daha doğrusu əlavə edirəm və başlayıram yaxşıca qarışdırmağa. Ən əsası ətir və ləzzət verəni şüyüddür. Şüyüdü də xırda hissələrə bölürəm və əlavə edirəm kartofla soğanın üzərinə. Daha sonra yaxşıca qarışdırırıq bunu ki, həm ətri keçsin kartofa, həm də ləzzəti keçsin və tam qarışdırdıqdan sonra budur servizə hazırdır. Gördüyünüz kimi toyuq gözəl qızarıb, kartofda həmçinin üzərinə də biraz yağından əlavə edirik və keçirik dadımına. Dadı həqiqətən çox qəşəng idi. İstəsəz yoxlaya bilərsiniz. Yoxlayacaq olan hər kəsə öncədən nuş olsun. Əgər xoşunuza gəldisə, kanala abunə olub videonu bəyənsəz çox sevinərəm.